Paytaxtın tikinti meydançalarında isə işçilərin həlak olması və xəsarət almasına görə əksər hallarda birbaşa işə götürən məsuliyyət daşıyır. Dövlət Əmək Müfəttişliyində belə hesab edirlər. Çünki işə götürən tikintidə çalışanların təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan bütün tədbirləri görmür. Bu ilin 6 ay ərzində tikintilərdə baş verən qəzalar nəticəsində 13 nəfər ölüb, 11 insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ümumilikdə 2007-ci ilin birinci yarısında tikintidə insan ölümü və yaralanması ilə nəticələnən 24 qəza baş verib. Təhlillər göstərir ki, əsasən tikintidə ölüm hadisələri hündürlükdən yıxılma hadisələri nəticəsində baş verir və yaxud da zərbə nəticəsində əzilmə olur. Yəni hündürlükdən nəyə görə yıxılır? Qoruyucu kəmərlər verilmir işçilərə. Hündürlükdə işləyən işçilər qoruyucu kəmərlərlə təmin edilməlidirlər. Yıxılma ehtimalı çox olan yerlərdə məhəccərləmə olmalıdır. Ətrafa torlar çəkilməlidir. Bundan əlavə işə götürülənlər çox vaxt əmək qanunvericiliyini kobud sürətdə pozaraq işçilərlə əmək müqaviləsi bağlamırlar. Bu əmək müqaviləsində hər bir tərəfin, həm işə götürənin, həm də işçinin hüquq və vəzifələri müəyyənləşdirilir. Kimin hüququ nədir, kimin vəzifəsi nədir? Burada işçinin əsas vəzifələri göstərilir, iş rejimi göstərilir, iş vaxtı göstərilir, işin xüsusiyyəti göstərilir, iş yerlərində lazımi fərdi mühafizə vasitələrindən, xüsusi geyimlə, ayaqqabı ilə təmin edilməlidirlər. Əmək müqaviləsi bağlanmadığı halda qəza nəticəsində xəsarət alan işçiyə və ya ölən şəxsin ailəsinə sahibkardan kompensasiya almaq daha çətin olur. Dövlət isə tikintidə baş vermiş qəza nəticəsində həlak olan şəxsin ailəsinə təqaüdü xüsusi şərtlə verir. Qanunvericiliyə əsasən pensiya yalnız mərhumun ailəsində həddi buluğa çatmamış övlad və ya iş qabiliyyətindən məhrum şəxs qaldıqda ayrıla bilər. Verilən təqaüdün həcmi isə mərhumun aylıq maaşına bərabər olur. Tikintidə buraxılan qanun pozuntularına görə sahibkar kiçik məbləğdə, cəmi 100 manat miqdarında cərimə ödəyir. Dövlət Əmək Müfəttişliyi qanunvericiliyin pozulması hallarının azadılmasına yönəlmiş layihə hazırlayır. Sənəddə qaydaları pozan sahibkarlara qarşı tətbiq edilən sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur. Yelena Sidarenko, Nicat Tağıyev, ANS.